Şimdi düzbucaqlı verir bizə Dilara. Deyir ki, eni uzunluğunun 7'də 3 hissəsidir. Məsələn, uzunluğuna biz x desək, eni olur 7'də 3x. Ya belə yazırıq, oldu mu? Ya da belə də götürə bilərik. Bura A deyək, bura B deyək. Deyir ki, eni uzunluğunun 7'də 3 hissəsidir. A bölünsün B bərabərdir 7'də 3. Belə yazsaq daha rahat olar. Kəsədən qurtulmuş olur. O zaman A'ya biz 3K, B'ye de biz 7K yaza bilərik. Nisbətin xassəsinə görə. O zaman buraya yazırıq 3K, bu da olur 7K. Və bizə verilib də orada perimetri 42'dir. P bərabərdir 2 vurulsun A üstə gəl B bərabərdir 42'ye. Yani A üstə gəl B bərabərdir 21. A'nın B'nin yerini yazır. 7K üstə gəl 3K bərabərdir 21'e. 10K bərabərdir 21 olanda K olur, 21'e ona döndük. 2 tam onda 1. Bize ne deyir? Enli ve uzunluğunu tapın. A bərabərdir 3K. Yani 3 vurulsun 2 tam onda 1. Denecek 6 tam onda 3. B bərabərdir 7K. Yani 7 vurulsun 2 tam onda 1. Bu da 14 tam onda 7.